525-ci qəzetin 6 mart tarixli sayında dərc olunacaq yazılardan biri Tamilla İmzadənin modeliyer dizayner, əməkdar incəsənət xadimi Fəxriyə Xələfova ilə apardığı maraqlı müsahibədir. Müsahibədə modeliyer geyimin insan haqqında təsəvvür yaradan bir kommunikasiya vasitəsi olduğunu vurğulayaraq, gözəlliyi ondur, 9-u dondur deyiminin bugün də aktuallığını qoruduğunu bildirir. Onun sözlərinə görə geyim insan zövqünü və dünya görüşünü əks etdirir. Modeliyer qeyd edir ki, yaradıcılığında milli üslub xüsusi yer tutur və kolleksiyalarında Azərbaycan mədəniyyətinə məxsus rəng və elementlər tez-tez özünü göstərir. Bu marağın formalaşmasında ailə mühiti, uşaqlıq xatirələri və milli mədəniyyətlə bağlı təsirlər mühüm rol oynayıb. Fəxriyə Xələfova həmçinin dünya moda sənətinin tanınmış nümayəndələri ilə görüşlərinin onun yaradıcılığına böyük təsir göstərdiyini xatırladır. Modeliyer bildirir ki, kolleksiyasına məxsus 3 libas hazırda Ermitaj Muzeyinin kostyum qalereyasında saxlanılır və bu fakt onun yaradıcılığında xüsusi əhəmiyyət daşıyan hadisələrdən biridir. O həmçinin 2007-ci ildə Parisdə keçirilən Ethical Fashion Show moda tədbirində Azərbaycanı ilk dəfə təmsil etdiyini qeyd edir. Söhbətin sonunda Fəxriyə Xələfova gözəlliyin insan həyatında mühüm rol oynadığını vurğulayaraq əlavə edir ki, gözəlliyi qorumaq və gələcək nəsillərə çatdırmaq hər kəsin borcudur. Nigar Abbasova, 525-ci kanal.